Allaha dinən günahlarını bir yadığa düşən qədər say günahlarını saydıqdan sonra isə istiğfar elə, bağışlanmaq istə. Peşmanam deyəsən, ilahi, bərbad olub ömrüm, günah içində bu olmuşam, indi peşmanam. Bunları qutarandan sonra elə bil ki, nömrəni yığdın, daxil olursan duaya. Sonra Allaha nə deyəcəksənsə, nə istəklərin var, onların hamısını Allaha dinən. Və bəzən dua dərhal qəbul olur ki, hamımız elə istəyirik. Bir alim deyirdi ki, Allahla elə danışırıq ki, nəuzubillah, estağfurullah, bir işçimizlə danışırıq ki, biz deməliyik, o eləməlidir. Bəzən dua dərhal qəbul olur, az hallarda. Bəzən təxirə düşür dua. Qəbul olub, Allah deyir, elə tez tələsməyin verməyə, onun dua səsindən xoşum gəlir. Adam var axı, ancaq işi düşəndə gedir Allahın qapısına. Allah deyir, fürsətdir, buna indi versən çıxıb gedəcək, qoy bir neçə gün gəlsin hələ. Bir neçə gün gəlsin, duasını qəbul elədim, amma tələsməyin verməyə, fürsət düşüb, qoy hərdən bir əlini qaldırır, hacəti var.